Azərbaycan və Türk dilli ölkələrin qardaşlıq görüşü adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Türk dilli dövlətlərin nümayəndə heyətləri, idarə və müəssisə rəhbərləri, eləcə də cəmiyyətin müxtəlif sahələrini təmsil edən fəal şəxslər iştirak ediblər. Tədbirdə iştirak edənlər arasında Zirvə İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri Elçin Axundzadə, şirkətlər qrupunun rəhbəri Vüqar Poladov və Saf Turizm şirkətinin təsisçisi Samirə Mirzəyeva yer alıb. Görüşün əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələrinin maarifləndirilməsi, türk dilli dövlətlər arasında inteqrasiya proseslərinin gücləndirilməsi və bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək vermək olub. Elçin Axundzadə çıxışında bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə türk dilli dövlətlərə əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsi istiqamətində tədbirlər müntəzəm olaraq keçirilir. Bu tədbirlər bir-birini tamamlayaraq türk dilli dövlətlər arasında əlaqələri daha da sıxlaşdırır. Vüqar Poladov tədbirdə çıxış edərək vurğulayıb ki, bu tədbir dövlət siyasətini və İlham Əliyevin strateji xəttinin davamlı olaraq türk dilli dövlətlər arasında inteqrasiyasının, birləşmənin və şuurlu münasibətlərin gücləndirilməsinə xidmət edir. Tədbir çərçivəsində Azərbaycan türk dilli qardaş dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və inkişafı istiqamətində verdikləri dəyərli töhfəyə görə iştirakçılara diplomlar təqdim olunub. Həmçinin fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri üzrə fikirlər səsləndirilib. Ölkə başçısı bizim evimiz türk dilli dövlətlərdir mesajını verəndən sonra təbii ki biz də ictimai birlik olaraq cənab prezidentin tapşırığına əsasən türk dilli dövlətlərlə daha da inteqrasiya olmaq üçün, daha da sıx bağlı olmaq üçün tədbirlər axır 6-cı tədbirdə keçirdirik və bizim tədbirə türk dilli dövlətlərin səfirləri, nümayəndələri qatılır, böyük şirkət rəhbərləri qatılır, cəmiyyətin müxtəlif təbəqədən olan aktiv insanlar qatılır. Məqsədimiz də cəmiyyətdə olan müxtəlif təbəqələrini maarifləndirməkdir və cənab prezidentin tapşırığına əməl etməkdir. Sizin vasitənizlə artıq 6-cı dəfədə keçirdiyimiz tədbirə informasiya dəstəyi verdiyinizə görə Səs Media qrupunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Bunu demək istəyirəm ki, biz bugünkü tədbiri məhz dövlət siyasətinin və ölkə başçısının bu sahədə gördüyü strateji xəttin davamı kimi türk dilli dövlətlər arasında inteqrasiyanın, birləşmənin və işgüzar münasibətlərin daha da sıx əlaqələndirilməsi, onun möhkəmləndirilməsi və inkişafı naminə görülən bir toplantıdır. Onu da bildirmək istəyirəm ki, hazırda müasir bir dünyada və mövcud vəziyyətdə məhz türk dilli dövlətlərin birləşməsi, bir-birinə dayaq olması, çətin gündə vahid bir mərkəzdən, vahid bir fikirlə, vahid bir niyyətlə hansısa məsələyə münasibət bildirilməsi bizim elə mövcud olmağımız və yaşamamız deməkdir. Bildiyiniz kimi hazırda yaxın şərqdə çox ciddi bir münaqişə gedir və məhz türk dilli dövlətlərin vahid olması, vəhdət təşkil etməsi həm birbaşa sərhəd olan Azərbaycanın qorunmasına və sərhədlərin pozulmamasına nail olmağı və digər türk dilli dövlətlərin bu münaqişədən kənar qalmasına səbəb olmuşdur. Artıq bildiyiniz kimi 12 ildir fəaliyyət göstəririk. Saf Travel turu bölgələrlə yanaşı, həm də xarici turlara birisi start verib də artıq. Ərəb ölkələridir, Dubaydır, Amerikadır, Fransadır. Bütün bölgələrə artıq turlarımız da var. Günel Fərzəliyeva, Müqabil Bəbirxanov, Səs TV xəbər.